O, 16 ölkənin, o cümlədən Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya və Sakit Okean hövzəsindəki bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı ünvanını daşıyırdı. Uzun illər həyatı, titulları, geyim tərzi və bir çox xüsusiyyətləri ilə diqqət çəkməyi bacaran Kraliça 2. Elizabet hər kəsin tanıdığı biri idi. İngiltərə Kraliçası 2. Elizabet. Tam adı Elizabeth Alexandra Mary Windsor 21 aprel 1926-cı ildə dünyaya gəlmişdi. Elizabeth, Kral 6. George'un ilk övladıdır. 1936-cı ildə atası kral olduqdan sonra Buckingham sarayında yaşamağa başladılar və taxtın növbəti varisi 2. Elizabeth oldu. Elizabethin 1930-cu ildə anadan olan Margaret adlı bacısı da vardı. Kraliça 2. Elizabeth bacısı Margaret ilə birlikdə evdə xüsusi təhsil almışdı.